Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində 160 nömrəli avtobusun sonuncu dayanacağına tam yaxın 4 sota yaxın dostlar. Geniş bir dənə 150 kvadratlıq bir 4 otaqlı evin çəkilişinə gəlmişik. Değerli dostlarımız, gördüğünüz kimi evimizin yan tərəfi bağıdır. Evimiz şəxsi evdir dostlar. Çox böyük evdir həqiqətən də. Dəhşət böyük evdir. Otaqları gen boluna ev axtaranlar nəzərdə. Bu bizim evimizin həyətinin rahatsızlığına 2 maşın daxil olunur. Bunun elə eyvanı, yəni balkonu, nəyə desən deyər dostlar. Doğrudan da çox qəşəng böyükdür. Burada elə toy bayram elə də. Bunun elə yayı çox gözəl, maraqlı olar. Həqiqətən də. Evimizin təmiri yenicə nə bitibdir. Burada oturursan qəşəng. Bu hissədə bizim sanuz evimizdir. Kombi sistemimizin xəttlərini kimi çəkilibdir. Qaz xətti də evə kimi çəkilib. Evimizin qaz sayğacı, işıq sayğacı var dostlar. Bu da bizim sanuz evimizdir. Böyük sanuz ev axtaranlar nəzərinə. Dostlar, sizdən xahiş edirəm, videonu sonacan izləyin ki, videonun sonunda qiymət deyilir. Bax dostlar, görün necə qəşəng böyük bir zalı var. Əməli başlı banket eləmiyorlar burada. Kombi sistemimizin xəttləri də çəkilibdir. Bu hissədə yenə də kombi sistemimizin xəttləri də çəkilib. İndi yataq otaqlarına tanış olacaq dostlar. Yataq otaqları da böyükdür. Bu da bir yataq otağıdır. Maşallah nə böyükdür. Həqiqətən də. İstənilən mebellərimizi rahat yerləşdirə bilərsiniz. Hər ölçüdə olan mebellərimizi yerləşdirə bilərsiniz. Bu da bizim ikinci yataq otağıdır. Burada da üçüncü yataq otağıdır. Həqiqətən də böyükdür. Otaqların ölçüləri çox böyükdür. İndi keçəyim mətbəxinə tanış edeyim. Burada da bizim mətbəximizdir. Ay maşallah, mətbəximiz də böyükdür dostlar. Böyle mətbəx də bir otaqdır ki, bu evə 5 otaq demək olar. Mətbəx, otaq, studiya siz oturub. Maşallah. Değerli dostlar, evimizin qiyməti 90 minə deyilir. Təcili qiymət yeni başa dostlar. İlk olarak 95 ilə çıxmışdı. Bugünkündə 90 minə deyilir. Çünki təcili pul lazımdır. Allah halanı satanda xeyir versin. Sağ olun, var olun.